Salam əziz izləyicilər, bugün sizə varikosel haqqında danışacağım. Bildiyiniz kimi xayanın iki funksiyası var. Bir atalıq qabiliyyəti, ikincisi testosteronu əmələ gəlməsini tənzim eləməkdir. Xayalar bədəndən kənarda yerləşdiyinə görə bədən temperaturundan fərqlənir. Bədən temperaturu 36-36 yarım olmasına baxmayaraq, xayaların temperaturu 35-35 yarım olur. Yəni bir dərəcə yarım aşağı olur. Əgər xayalarda damar genişlənməsi varsa, bu zaman bədən temperaturuna yaxın bir temperatur əmələ gəlir. Xayaların üzərində olan toxum ciyəsində xaya damarları, arteriyaları, venaları, toxum ciyəsi bunlar yerləşir və toxum çıxarıcı axacaq spermanın yuxarıya doğru, yəni toxum təpəciyinə doğru getməsini təmin edən axardır. Və əsasən belə deyək də, əməliyyat zamanı bunun zədələnməməsi üçün xüsusilə diqqət olunmalıdır ki, o zaman spermin toxum təpəciyə getməsinin qarşısı alına bilər. Bu səbəblə mütləq şəkildə diqqətlə mikroskop altında icra etmək əməliyyatı mütləq şərtdir. Xaya venalarının içərisində damarın, ümumiyyətlə venaların funksiyası nədir? Damar divarı yığılır, içəridə klapan açılır və qan yuxarıya doğru hərəkət edir. Venalar genişləndikdə həmin klapanlar artıq funksiyasını itirir. Çünki vena geniş olduqda klapandan yuxarı gedən qan, sonra klapan normal bağlanmadığına görə refl əmələ gəlir və həmin qan axır xayalara doğru, xayalarda durğunluq yaranır və bu səbəblə temperatur fərqi yaranır. Bu səbəblə sperm ifrazı və sperm keyfiyyəti aşağı düşür. Burada diqqət edəcəyimiz nöqtə nədir? Xaya venaların hardan gəlməsidir? Əsasən sol tərəfdə niyə olur? Çünki sağ tərəfdə xaya venası aşağı boş venaya 30 dərəcə bucaq altında açılır. Sol tərəfdə xaya venası böyrək venasına 90 dərəcə bucaq altında açılır və bu səbəblə böyrək venasının içərisindəki olan təzyiqlə xaya venasının içərisində olan təzyiq fərqlənir. Yuxarıdan aşağıya doğru genişlənmə başlayır və bu səbəblə də geri axın reflü yaranmağa başlayır. Bundan sonra xayaların trofikası pozulur, qidalanması pozulur, funksiyası pozulur. Bu səbəblə həm testosteron səviyyəsi aşağı düşür, həm də atalıq qabiliyyəti aşağı düşmüş olur. Spermin keyfiyyəti, əsasən irəli hərəkətliliyi, morfologiyası, patoloji spermatozoidlərin miqdarının artması xaya venalarının genişlənməsi zamanı baş verir. Bundan başqa dediyim kimi, xayanın ikinci funksiyası olan testosteron funksiyası aşağı düşür və bu səbəblə insanlarda əzginlik, solğunluq, belə bir şeylər yaranır. Xayalara diqqət elədikdə görürsünüz ki, kənardan 3-cü dərəcə əsas olanda üzüm salxımına bənzər bir görüntü yaranır. Çünki o genişlənmiş venalar artıq dəri altında qabarmağa başlayır. Biz nə edə bilərik? Varikoselinin ümumiyyətlə müalicəsi terapevtik yoxdur, dərmanla müalicə yoxdur. Bunun müalicəsi tək cərrahi yollandır. Bir neçə cərrahi üsullar vardır ki, biz bunlardan inguinal və subinguinal metodları seçirik və mikroskop altında icra etməyi tövsiyə edirik. Niyə? Xırda genişlənmiş venalara diqqət edib, onları limfa damarlardan, arteriyalardan ayıraraq bağlayıb kəsmək və arteriyaları qorumaqda, limfaları qorumaqda məqsəd xaya funksiyasının azalmaması üçündür. Və mikroskop altında əsasən diqqət edəcəyimiz nöqtə birinci videonun əvvəlində dediyim kimi toxum ciyəsi, toxum çıxarıcı axacağı qorumaq. Çünki toxum çıxarıcı axacaq zədələnərsə etdiyimiz əməliyyat heç bir funksiya əhəmiyyət daşımır. Çünki biz o damarı bağladıqda əmələ gəlmiş sperma yuxarıya doğru toxum təpəciyinə çıxmır və atalıq qabiliyyəti tamamilə sıradan çıxır. Bu səbəblə əməliyyatı icra edirik sadəcə mikroskop üsulundan və əməliyyatdan 1 ay və 3 ay ərzində normal olaraq nəticə almağa başlayırıq. Diqqətiniz üçün təşəkkürlər.